Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın xalq yazıçısı Elmira Axundovanın ölkəmizin Özbəkistandakı səfirliyinin və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə nəfis şəkildə özbək dilində çap olunan Zərifə və Heydər Əliyevlər Əbədi Yaşar Məhəbbət kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi olan bu kitab, ümumi lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Elmira Axundovanın yaradıcılığı haqqında söhbət açıb. Səfir deyib ki, bu qiymətli kitabda ümumi lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyatı, bu böyük şəxsiyyətlərin gəncliyi, onların ailə münasibətləri, həyatlarının ən yadda qalan sevincli məqamlar haqqında məlumatlar, eləcə də bu ailəyə yaxın insanların xatirələri yer alıb. Özbəkistan Yazıçılar İttifaqının Cahan Ədəbiyyatı jurnalının baş redaktoru Əhmədcan Melbayev deyib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ideyaları türk dövlətləri arasında, xüsusən də bu ölkələrin mədəniyyət sahəsində əlaqələrin inkişafında həmişə mühüm rol oynayıb. Sonra o, Elmira Axundovanın Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçildiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb, üzvlük vəsiqəsini Elmira Axundovaya təqdim edib. Elmira Axundova kitabın təqdimatına görə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyeva, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, Özbəkistan Yazıçılar İttifaqına əsər tərcümə edən Babaxan Məmməd Şərifə və iştirakçıları minnətdarlıq edib.